Səlahiyyətli şəxslər valla bilmə ancaq orada iştirak elədi. Yəni onu sevən, onu xalq. Amma rəsmi şəkildə 40-ında gəlməli idilər, cümələrində gəlmə, 3-ündə gəlmə, heç kəs gəlmədi. Gəlmədi. Dəfinində də yox. Yox, dəfinində var idi, amma bilmirdik ki, onlar rəsmi qeyri. Amma bütün şəhidlərə rəsmi getdilər, bizə gəlmədilər rəsmi. Bir də ötən həftə bildiyiniz kimi Raquf Əliyevin, Raqufun Orucovun ailəsinə verilən yəni məbləğ var idi ki, övladlarına onu vermirdilər. Yəni belə bir məlumat yayıldı. O nə dərəcə doğrudur və bərpa olundu? Deməli, mən orada iştirak eləmişəm şəxsən. O, şəxsən Müdafiə Nazirliyinin səhlənkarlığı, 4 ay bütün bu şəhid ailələri sürütmələri, küçə-küçə düşüb bizə sənət yığdırmaqlarıdır. Onlar yalancıdır, yalan danışırlar. Onlar sənətləri yarımçıq göndərmişdilər Sosial Nazirliyinə, Sosial Nazirliyinə göndərmişlər. Yəni, onları heç bir şey, ancaq Müdafiə Nazirliyinin səhlənkarlığı və onların, belə deyək də, şəhid ailələrinə səhlənkar yalan. Cənab Prezidentin onlara verdiyi qərarı icra eləmədiklərinə görədir. Cənab Prezident şəxsən onlara tapşırmışdı ki, şəxsən siz bütün şəhid ailələri ilə maraqlanan və onların hər bir dərdinə şərik olur. Şəxsən Zakir Həsənov heç bir şəhid ailəsini qəbul eləməyib, bizdə başda olmaqla. Zakir Həsənov, yəni Mehriban xanım yığdı, Allah ondan razı olsun. Yəni bütün anaların dedi ki, mən sizin qarşınızda baş əyirəm. Zakir Həsənovdan biz onu görmədik, bu kişi görmədi ondan. Hətta onu qəbul eləmir. Hətta biz ciblərimizdən pul verib nə qədər ora şey vurmuşduq, telegramı, bu kişi vurur. Bizi qəbul eləmir. Mən güvəndiyim bir adam varsa o da prezidentdir. Vəssalam. Ona güvənirəm. Mən Müdafiə Nazirliyinə zadıyla işim yoxdur. Ona görə ki, onlar bana baxmadı, fikir vermədi. Vəbşi, o şəhidin ölümündə bir dəfə də gəlib yoxlamadılar, nə qapımı açmadılar. Mən ondan bəridir zəlil qalmışam. Bax, gör nə gündəyim indi. Bax, belədir vəziyyətim. Bu yoran düşəyim elə, bax, belədir. Mən burada, vallahi mən çölə çıxa bilmirəm, Allaha and olsun. Çölə çıxa bilmirəm. İmkanım yoxdur, yeriyə bilmirəm. Qılçam invaliddir. Bu ağırlıqda düşüb üstümə, indi heç tərpənə bilmirəm.